11 ayın sultanı bitmək üzrədir. Səma gözəli hilalın ilk dəfə görünməsi ilə başlanan müqəddəs ayın son günlərini yaşayırıq. Xeyirxahlıq, bərəkət rəmzi olan bu ayda insanlar bir araya toplaşaraq iftar süfrələri təşkil edir, kimsəsiz və imkansızlara əl tutur. Ayın gözəlliyi sonunda fitrə zəkatı ilə yekunlaşır ki, bu da yenidən ehtiyacı olan insanlar üçündür. Maraqlıdır. Şəhərimizin sakinləri fitrə zəkatı verməyi düşünürmü? Ramazan ayı insanlara nə öyrədir? Ramazan ayı insanlara dözümlü olmağı, nəfslə mübarizəni öyrədir. Və sizcə? Bir tərəfdən də kasıbların halından anlamağı öyrədir. Fitrə zəkatı verməyi düşünürsünüzmü? Əlbəttə ki, hər bir müsəlmanın borcudur. Düşünürsünüzsə kimə verəcəyinizi müəyyənləşdirirsiniz? Hələ müəyyənləşdirməmişik, amma ki, yəqin ki, ehtiyacı bir insana. Və siz? Bizdə belə deyək, məscid tərəfindən, məscid xidmətçiləri həmçinin məscid tərəfindən biz müəyyənləşdiririk. Binəqədi kəndində yaşayırıq və orada olan kasıb əhalinidir, kimlər ki kasıbdılar, imkanları yoxdur. Onları müəyyənləşdirib fitrə zəkatı onlara çıxarırıq. Ramazan ayı insanlara nə öyrədir? Ramazan ayı insanlara müsəlmançılığı, İslam dininə bağlı olan mərifət qaydalarını və s. bu kimi şeylər öyrədir. Ramazan ayında indi hal-hazırda fitrə zəkat deyilən bir şey var da, yəni kimsəsizlərə, imkansızlara əl tutmaq. Siz kimsəsizlərə, yəni fitrə zəkatı verməyi planlaşdırırsınızmı? Planlaşdırıram, amma imkan dairəsində olan məsələlərdir. İmkan olduqda, şərait yarandıqda hə. Yəni gündəlik olaraq yox, imkan yarandıqda hə. Yəni bu ayın sonunda Ramazan ayı bitdiyinə görə kiməsə verəcəksiniz fitrə zəkatı? Böyük ehtimal ki hə. Kim olduğunu müəyyənləşdirmisiniz? Yəqin ki, kimsəsiz ailələr, ya uşaqlar evinə, ya qocalar evinə müəyyən miqdarda maddi yardım edəcəyik. Ramazan ayının insanlara öyrətdiyi oruç tutmaq, insanın nəfsinin sınanması, nəfsin yəni ki, bir növ imtahan olunması, yəni kasıblara, yoxsullara yardım etmək. Kasıblara, yoxsullara yardım eləmək üçün fitrə zəkatı Bəli. Fitrə zəkatı verməyi düşünürsünüzmü? Bəli, düşünürəm. Kimə verəcəyinizi müəyyənləşdirmisiniz? Açıqcası bunu bəzən sosial platformalarda görürəm. Xəstə insanlar olur, hansı ki onlara maliyyə toplanıb əməliyyat olunmalıdır. Ona bir qədər maliyyə ayırmışam və tanıdığım bir şəxs var ki, onun pula ehtiyacı olduğu üçün ona hər ay xırda da olsa yardım edirəm. Ancaq düzgünlüyü öyrədir, yaxşılığı, yaxşı əməlliyi öyrədir ki, hamı bir-birinə köməkli olsun. Köməkli demişkən fitrə zəkatı... Bəli də, elə bir məsələ kimsə qonşusu məsələsinin kasıbdırsa, ona yardım eləmək daha məsləhətdir. Siz fitrə zəkatı verməyi düşünürsünüz? Bəli. Müəyyənləşdirmisiniz, kimə verəcəksiniz? Bəli. Yaxınlarımda adamlar var, məsələn, imkansızdır, onlara kömək eləmək üçün. Ramazan ayı en güzel aydır. Bizim üçün, müsəlmanlar üçün. Ramazan ayının son günlərini yaşayırıq. Fitrə zəkatı, yəni kimsəsiz... Bəli, yoldaşım evdən çıxardacaq fitrə zəkatı ailə üzvlərinə görə. Fitrə zəkatı kimə veriləcəyini artıq müəyyənləşdirmisiniz? Bəli, kimin imkanı yoxdur, kim əsl bayram eləyə bilməz, fitrə zəkatı kömək edər o bayramı keçirtməyə. Ramazan ayı insanlara birlik olmağı öyrədir, kasıbları yaxşı tanımağı öyrədir, necə həyat yaşadıqlarını öyrədir. Bu qədər. Fitrə zəkatı verməyi düşünürsünüzmü? Bəli. Düşünürsünüzsə kimi üçün verəcəyinizi müəyyənləşdirmisiniz? Xeyr, yəni belə kasıb yoldan gördüyüm hər hansı birinə verəcəm. Ramazan ayı insanlara öyrədir ki, digər insanlar barədə daha diqqətli olsunlar. Daha öyrədir ki, təkcə özlərini yox, başqalarını da düşünsünlər, başqalarının halı ilə maraqlansınlar. Mən fikirləşirəm ki, bu bayram mənə görə ən yaxşı bayram sayılır. Fitrə zəkatı verməyi düşünürsünüz? Artıq vermişəm. Mən fitrə zəkatı bayrama qədər, bayram namazına qədər verilməyi vacibdir. Yəni ki, istənilən gün mən bildiyimə görə verilə bilər bayrama qədər də. Mən artıq çıxarmışam fitrəmi. Beləliklə insanlarımız kömək eləməyin, əl tutmağın lazımlı olduğunu bir daha qeyd etdilər. Bu ayın ən gözəl fəziləti də budur. Allah verdiyiniz ehsanları, tutduğunuz orucları qəbul eləsin. İrana Novruzzadə, Kamran Pirəliyev, xüsusi olaraq Gün TV üçün.